İşə getməklə dünya dalınca getmək fərqli anlayışlardır. Sən evdən çıxırsan, Allah razılığını qazanmağa gedirsən. Çünki Allahın razılığı işləməkdədir. Allah deyir, sən ona naz eləyə-elə işə get, o gəlsin sənin ayağına. Mən belə yaratmışam dünyanı. Gələcək ayağına. Hamıdan çox çalış, amma dünya üçün yox. Allah üçün çalış. Onda dünya sənə tərəf gələcək, nazla götürəcəksən, ağalıq eləyəcəksən dünyaya. O da gəlib səriləcək ayağının altına. Bir dənə sual verim. Sual budur ki, bu bizim Allahla eşq münasibətimizə zərbə vurmur. Biz zahid olmaq istəyirik Allaha görə. Biz istəyirik qəlbimizi boşaldaq dünyadan ki, Allah qəlbimizə daxil olsun. Sən də buradan deyirsən ki, zahid olsun, dünya sənə tərəf gələcək, sərvət sahibi olacaqsan. Niyyətimiz xarab oldu axı. Mən Allahla eşq münasibəti üçün istəyirdim zahid olam. Sən deyirsən buradan ki, sən zahid olduqda dünya sənə tərəf gələcək, onda niyyətimiz qarışacaq. Elə hünər bundadır ki, zahidliyin faydasını biləsən, niyyətin xarab olmasın. Hünər bundadır. İxlas budur.